Həm faydası, həm də zərərləri olan internet böyük bir virtual dünyadır. Bu dünya tükənməyəcək qədər informasiyanı əhatə edir. İnternet sayəsində dünyanın dörd bir yanından asanlıqla məlumat əldə etmək olar. Tarixi qaynaqlarda rabitə vasitələri ilə bağlı müxtəlif məlumatlar var. Küləklə, duman, quş və xəbərçilərlə yaradılan əlaqələr texnologiyanın inkişafı ilə birlikdə bu çətin əldə olunan informasiyaları artıq asanlıqla masamıza, cibimizə və hətta barmağımızın bir hərəkəti ilə evimizə gətirdi. Telefonla başlanan bu inkişaf daha sonra cib telefonları və ardından da çağımızın informasiya qaynağı olan internetlə son həddinə çatdı. İstədiyimiz qədər məlumat toplamaq imkanı verən internetin bu qədər faydası ilə yanaşı sözsüz ki, zərərləri də var. Əsrimizin böyük neməti olan, ancaq doğru istifadə olunmadığı halda həyatımızı alt-üst edə biləcək internet www ilə başlayıb, həyatımızın tamamını əlinə aldıqdan sonra nöqtə qoyub və komla bitirən və bir toxunuşla üzümüzə yeni dünyaları açan internet nədir və necə istifadə edirik? İnternet gəncliyin dostudur, yoxsa düşməni? Bütün bu suallara aktual verilişində cavab axtaracağıq. Salam, hörmətli tamaşaçılarımız və studiyamızın qonaqları, aktuala xoş gəlmişsiniz. Sujetdə izlədik, internet insanların gəncliyin dostudur, yoxsa düşməni? İnternet bizə nə verir, əvəzində nə alır? Bu kimi suallara aktualda cavab axtarmağa çalışacağıq, amma mən istərdim ilk növbədə bizim şəhərdə gənclər arasında keçirdiyimiz qısa bir sorğu var. Sorğunu izləyək, sonra proqramımızı davam etdirərik. Hər gün girirəm, MSN-ə girirəm, elə belə danışmağa. Bəs bugün gənclərimiz nə məqsədlə, daha çox gənclərimiz nə məqsədlə istifadə edirlər? Məncə qızla tanış olmağa. İnternetdə maraqlı şey sərf edəmirəm, ona görə. Nəyə sərf edirsiniz məsələn? Deyirəm, boş-boş çatdadır. Hörmətli tamaşaçılarımız, sorğumuzu izlədik, amma mən auditoriyada əyləşən gənclər arasında da qısa bir sorğu keçirtmək istəyirəm. Sizcə internet bugünün gəncliyi üçün nə vasitəsidir və biz ondan necə istifadə edirik? Mikrofon kimdədirsə buyursun. Bizim atalarımız, babalarımız kitablardan birik alırdılar. Mən elə gəlir ki, internet yayıldıqdan sonra deməli, bizim gənclər səmərəli istifadə eləsə, internet vasitəsilə yüksək biliklər əldə edə bilər. Əlbəttə, internet böyük bir dəryadır və bu dəryadan kim nə istəyir onu götürə bilər. Və mən demək istəyirəm ki, hər bir gənclər öz səviyyəsinə uyğun olaraq həm çatlarda və həm məlumat mənbələrində özü istəyən bir məlumatı tapırlar. Mən demək istəyirəm ki, çatlarda da uşaqlar, dostlarımız, o qədər tanışlarım var ki, əyləşir və Qarabağ həqiqətlərini çatdırır və bu adi bir insanlar, adi bir vətəndaşlar arasında olan məlumat mübadiləsidir. Mənə elə gəlir ki, hər bir insan öz biliyinə uyğun olaraq internetdən istifadə edir. Bundan başqa onu deyə bilərəm ki, doğrudan da elə gənclər var ki, xarici ölkədə yaşayır, Azərbaycan haqqında məlumata malik deyil və biz internetdən istifadə etməklə Azərbaycan haqqında onları doğru məlumatlandırmalıyıq. Çox sağ olun, mən auditoriyaya minnətdarlığımı bildirirəm. Ekspertlərimin arasında texnologiya və internet barəsində mütəxəssislərimiz əyləşib. Mən ilk öncə Osman müəllimdən başlamaq istedim. Osman müəllim, internet istifadəsinin həyatımızdakı rolu, yeri sizcə nədir? Mən indi diqqət həm sorğulara, həm zaldakılara qulaq asım və düzünü deyim ki, mən zal daha çox məni sevindirdi ki, yəni mənə elə gəlir tamamilə düzgündür. Yəni internet kimsə burada iştirak edir, dərya. Doğrudan belədir və dənizdir, informasiya dənizidir. Təbii ki, burada pis informasiya da var, yaxşı informasiya da var. Axundov adına kitabxanaya getsin, orada yəqin ki, insanların mənəviyyatına deyək ki, pis təsir edən hansısa kitablar tapmır. Real dünyada nə varsa virtualda da elədir. Təbii ki, virtualda bir qədər bunun deyək ki, təhlükəsizliyini qorumaq çətindir. Mən hesab edirəm ki, Azərbaycan üçün, Azərbaycanın bütün tərəflərini həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm geopolitik cəhətdən, Azərbaycanın bütün maraqları nöqtə ilə yanaşsaq, internetin əhəmiyyəti hədsiz dərəcədədir. İnternetin onsuz da biz istədik, istəmədik, texnologiya inkişaf edəcək və biz bu inkişafdan geri qala bilmərik sözsüz ki, və heç kim də burada mənə elə gəlir ki, əleyhinə olmaz texnologiya inkişafına. Və mən Rasim müəllimdən soruşmaq istəyirəm. Rasim müəllim, bayaq dediyim kimi, yəni internetdən biz nə cür istifadə edirik bugün? Əyləncə vasitəsi kimi, yoxsa informasiya vasitəsi kimi daha çox? Yox, hər ikisi var. Mən onu səmə deyirəm ki, həm əyləncə kimi istifadə olunur. Burada mən bir qəbahət görmürəm. İkinci tərəfdən də ki, hər kəs öz peşəsinə uyğun olaraq öz informasiya tələbatını ödəyirlər. O ki, qaldı qlobal bir sual qoyursunuz ki, internet gəncliyin və yaxud da ümumiyyətlə insanların dostu yoxsa düşmənidir. Mən bir mənalı olaraq demək istəyirəm ki, bu bəşəriyyət tarixində, bəşər tarixində ən fenomen hadisələrdən biridir. Texniki fenomen kimi ortaya çıxıbdır. 1969-cu ildə bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarında
kompüterlər, onları birləşdirən kommunikasiya sistemləri, rabitə sistemləri və get-gedə bu genişlənir, dünyanın demək daha böyük coğrafi məkanını və sonda olaraq bütün demək coğrafi məkanın hər bir nöqtəsini əhatə edəcəkdir. Amma təbiidir ki, bu internet texniki fenomen olaraq onun üzərində informasiyaların olması, yəni veb saytların, müxtəlif informasiya resurslarının olması, onların ümumdünya hörümçək toru kimi bir-birinin əlaqə saxlaması yeni fenomenlərin, sosial fenomenlərin, ictimai fenomenlərin, siyasi fenomenlərin, iqtisadi fenomenlərin sayı çoxdur. Başqa sözlə cəmiyyətdə tamamilə virtual məkanda yeni münasibətlər yaradır. Və əgər bəşər tarixinə biz nəzər salsaq, görərik ki, internetdə qədər olan problemlər hansı vəziyyətdə olubdur. İnternet ortaya çıxandan bəri, özdəki onun yaşı çox azdır. Bu qısa müddətdə də insanlara demək şərəflə xidmət edibdir. Onun mənfi tərəflərini indi həkim öz münasibətini bildirər. Bu artıq cəmiyyətdə qəbul olunmuş demək müəyyən demək bir hadisədir və ümumiyyətlə o bütün bəşəri dəyərlərin internetin meydana çıxmasına qədər və ondan sonraki vəziyyətinə baxsaq, görərik ki, internet bütün bu proseslərə necə təsir edibdir. Dünya əhalisinin 16%-dən çoxu internet istifadəçisidir. Gəlin baxaq görəyim, bu 16% dünya əhalisinin bütün qitələr üzrə, regionlar necə paylanıbdır. Şimali Amerikanın 70%-i internet istifadəçisidir. Avropanın, hələ o Rusiyada ora aid olmaqla rəqəm biraz o qədər də yaxşı görsənmir, 40%-i. Asiyanın 10%-i. Afrikanın 2,9-3%-i. Elə bunun özü kifayətdir. Görək ki, o insanların həyat tərzi, yaşayış tərzi, sosial-iqtisadi inkişafın o göstəriciləri ilə dediyim rəqəmlər düz mütənasibdir. Bu deməkdir ki, internet bəşəriyyətə şərəflə, canla, başla xidmət edir. Amma təbii ki, onun mənfi tərəfləri var ki, o mənfi tərəflər müsbət tərəflərlə müqayisədə zəif görsənir. Rasim, siz bu dünyada internet istifadəçilərindən danışdınız. Mən də buna aid bir məlumatım var. Deməli, internet və kompüter dərgisi olan Chip dərgisi, yəqin ki, bunu çoxu tanıyır, bu jurnalı. Deməli, internet istifadəçilər arasında bir sorğu keçirilib. İnternetdən daha çox hansı yöndə istifadə ilə bağlı. Sorğunun nəticələri göstərib ki, istifadəçilərin 81,6%-i oyun, surf və chat üçün istifadə edirlər. Elşad müəllim, sizlə davam eləmək istəyirik. Ümumiyyətlə, internet bizə nə verir və əvəzində nə alır? Bilirsiniz, ümumiyyətlə internet burada bir neçə dəfə işlənildi, fenomen sözü. Həqiqətən böyük bir fenomendir. Özü də ümumiyyətlə belə bir fikir var ki, dünyada bugün televiziyanın faktiki olaraq tənəzzül dövrüdür. O tənəzzül dövrünün bir neçə amilləri var. Daha doğrusu bu işi tezləşdirən amillərdən biri internet olub. İnternetdir. Çünki baxın görün də televiziyanı əgər biz incəsənət növü kimi götürsək, teatr, kino, televiziya. Teatr deyirlər ki, kino sıxışdırdı, kinonu televiziya sıxışdırdı. İndi televiziyanı sıxışdıran internetdir. Əgər götürsək, bunu tutalım ki, kütləvi informasiya vasitəsi kimi, o da belə, məsələn, fikirlərdə vardı, xüsusilə Sovet dövründə. Onda deməli, qəzet, radio, televiziya. Yenə də internet sıxışdırır. Çünki bugün faktiki olaraq hər iki televiziyanın hər iki növ kimi qiymətləndirsək, hansı tipdə qiymətləndirsək ki, bu incəsənətdir, yaxud kütləvi informasiya vasitəsidir, baş düşmanı, daha dəqiq desək, rəqibi internetdir. Çünki internetdə bugün nə istəyirsiniz? Baxmaq olar, görmək olar, ən hadisələri deməli izləmək olar. Əgər bugün operativ şəkildə, əgər bugün biz dünya mədəniyyətinə böyük bir itki baş verdi, Pavarotti rəhmətə getdi, biz bunu məsələn o dəqiqə götürüb saytına girib onun musiqisini də dinləyə bilərik və əgər əlbəttə onu sevən adamlar, tanınan adamlar, bilən adamlar. Bəla burasındadır ki, bizim problemlərimiz gəlir, çıxır hələ televiziyanın öz probleminə. Yəni o dünya tənəzzülü məsələsinə. Əgər dünyada, Avropada ilk növbədə, Amerikada ilk növbədə görürsünüz, sizin rəqəmlər də mən dediyimi təsdiq eləyir. Orada daha çox istifadə edirlər də internetdən və daha çox elm üçün istifadə edirlər. O bilgi yaranır, elmi bilgi insanlar arasında daha çox bundan ötürü. Bizdə isə, bax görürsünüz, sorğudan da bilinir, uşaqların sorğusundan.
Düzdür, indi bizim burada oturan cavanlarımız biraz başqa. Bizim burada oturan cavanlarımız daha çox elmlə biraz başqa maraqlanan. çünki daha çox çalışmışsınız ki, Tələbələrdir, tələbələr, təşkilat elmlə uşaqlarıdır. bağlı uşaqlar olsun. O da təbii deyirlər, amma bu təsadüfi adamlardır və onlar daha çox istifadə edirlər. Daha çox istifadə edirlər və nədən ötürü istifadə edirlər, o da məlumdur. O barədə yəqin ki, sonra söhbət eləyəcək, mənim öz fikirlərim var bununla bağlı. Ona görə bu çox ciddi məsələdir. Yəni, burada biz necə vaxtı ikən teatrı əldən itirdik, indi bugün başımıza döyür ki, teatr lazımdır. Teatr teatrdır, kino kinodur, televiziya televiziyadır. Bunların heç birini bir-birinə qurban vermək olmaz. Eyni şey də internetdə. İnternet də televiziya televiziyadır. Biz televiziyamızı bugün qorumaq, saxlamaq, inkişaf elətdirməkdən söhbət gəlir. Bunun üstünə gəlir. Bilirsiniz, o region tənəzzülü. Yəni, bu post-sovet dövrü ki deyirik, yəni o respublikalar ki, vaxtı ikən Sovet İttifaqında olub, indi ayrılıblar. Bunların problemləri. Burada gəlir, çıxır seksual, deməli, inqilab məsələsi, açıq-saçıqlıq ki, bunu hələ Sovet dövründə Qarbaçov vaxtı başlamışdı. Və bunu biz görəndə başımızı itiririk, ağlımızı itiririk və bilmirik ki, nə verməliyik, necə verməliyik. Bundan ötürü heç nə lazım deyil də. Bugün ORT gedib, Rusiyanın bir 10-15 dənə kanalına baxmaq imkanı var. Kabil televiziyası vasitəsilə. Baxın, görün, səhərdən axşama kimi nə göstərirlər. Mən hamısı dediyim problemlərdir. Bu kanal, o kanal. Da bu böyük bir demokrat olmuş Sobçakın qızının da hansı da bədbəninin hansı hissəsi da göstərilməyib. Nə şəkildə istəyirsiniz göstərilmir. Yaxud orada bir başqası var. O da güya deməli bugünkü Rusiyanın ən yaxşı, gözəl seks simvolu sayılır. Baxın, görün, bax bunlar hamısı gəlib hara çıxardır. Yəni biz də başlayırıq onları təqlid eləməyə. Bizim kanallarda da artıq bunlar başlayır. Biz indi bugün internetdən danışırıq, amma bugün bizim bəzi kanallarımızda artıq elə verişlər gedir ki, internetdən artıq çalışır, istifadə eləsin öz xeyrinə. Yəni həm kommersiya məqsədindən, həm də maraq məqsədi ilə, maraq oyatma məqsədi ilə. Amma ortada kim uduzur? Mənəviyyat, gəncliyimiz. Daha doğrusu gəncliyimizin mənəviyyəti. Gəray müəllim, Rəşad müəllim çox yaxşı məsələlərə toxundu. Mən bir psixiatr kimi sizdən soruşmaq istəyirəm. İnternetin sözsüz ki, müsbət tərəfləri var, amma ki, psixoloji olaraq müsbət tərəfləri varmı insana? Beynin inkişafı üçün bəlkə hansısa bir məlumatları toplayıb inkişaf eləyə bilər, amma bəs psixologiyası? Birincisi, mən istəyərdim o fikrimi bildirim ki, mən burada həkim kimi iştirak edirəm və yəqin ki, istər-istəməz internetin daha çox mənfi tərəflərindən danışmalı olacağım. Bundan görə ki, mənə bir həkim kimi daha çox müraciət eləyən o adamlardır ki, hansı ki, internetdən hansısa zərər alıblar, yaxud problem yaranıblar və birincisi onu demək istəyirəm ki, bu heç də o demək deyil ki, mən burada internetin tənqidçi kimi şıxır eləmək istəyirəm. Xeyr, sadəcə olaraq, profesional olaraq mənə məhz problemlərlə müzakirə edən adamlar, müraciət edən adamlar daha çoxdur. Ancaq ki, ilk növbədə sizin sualınıza cavab olaraq onu bildirmək istəyirəm ki, mən birincisi bizim ekspertlərimizlə də və tamaşaçılarla, auditoriyla tam razıyam ki, internet hal-hazırda bir inqilabdır və onsuz biz bugün öz həyatımızı işə təsəvvür elə bilmərik. Ancaq eyni zamanda psixoloji cəhətdən onun həm mənfi, daha çox mən deyərdim mənfi, yəni bir həkim kimi onu deyirəm, digər tərəfdən müsbət tərəfləri də var. Sözsüz ki, bir dəqiqənin içində hansısa bir ölkə ilə əlaqə yaratmaq, hansısa bir yeni elmi əsərin, bilirsiniz, vaxtı ilə yəni yenə də elmi istiqamət. Yəni o ehtiyaclarımızdır da, yəni o bizim ehtiyaclarımızdır ki, biz o ehtiyacları qarşılayırıq internet vasitəsilə. Amma psixologiya ilə bu ehtiyacları qarışdırmamaq məqsədilə desək, yəni sırf psixologiyanı ayrı götürsək, yəni deyirsiniz ki, yəni internetin insan psixologiyasına zərbə vurursunuz. Müəyyən istifadə formasında. Sözsüz ki, normal qaydada siz ilk sualınız oldu istifadə qaydalarından. Elə adamlar var ki, artıq onlar mənə bir pasient şəklində müraciət edirlər. Hansılar ki, hər gün bütün gecəni internetdə otururlar. Yəni, burada müsbət tərəfdən danışmaq mümkün deyil. Artıq mən sizə konkret bir pasiyentdən deyə bilərəm ki, bu yaxında mənə müraciət ediblər. Bir yeni yetmədir. Onlar yayla əlaqədar bağa köçmüşlər və onun valideynləri fikir verdilər ki, bu adam gecələr yatmır. Gecələr yatmır. Bir həkim, iki həkim, üçüncü həkim, dördüncü həkim psixiatr oldu. Və artıq onunla söhbət edəndə gördük ki, heç bir xəstəlik olmadan sadəcə olaraq bu adam 3 il ərzində gecələr yatmır.
3 il ərzində. 3 il ərzində gecələr yatmır. Ona görə ki, o internetdə olur. Valideynlər də bunun da o qədər də xəbərdarı olmur. İndi də bağa köçəndə internet olmadığına görə bağ yerində o sadəcə olaraq onlar bunu yuxu pozuntusu kimi və xəstəlik pozuntusu kimi qəbul edirlər. Aslında buyurun. Mən çox üzr istəyirəm doktor. Yəni biz burada bax mən də qətiyyən razı deyiləm ki, internetin müsbət potensialı və mənfi potensialı. İnternetin bünövrəsi qoyulandan onun mənfi potensialı 1% olub. 99% onun potensialı müsbətdir. 99%. Yəni necə ola bilər axı? Yəni dünya bu dəqiqə bunun üstündə oturub. Bütün dünyanın siyasəti də, iqtisadiyyatı da, biznesi də, hər şey də bunun üstündə oturub. Bu necə? Bu təbii ki, real dünyada da mənfilər. Məsələn, real dünyada da o cür insanlar var. Bizi söhbət nədən gedə bilər? Yəni o istiqamətləndirməkdən. Bəli, bəli. Deyək ki, məktəbdə, evdə, valideyn bu yəni bizim özümüz, ictimai qurumlar, dövlət, deyək ki, bir maarifləndirici iş aparılmalıdır ki, ay insanlar, ay vətəndaşlar, için mən qarşıq. Yəni bu internetin 99% müsbətdir. Bunun mənfisi də var. Yəni bayaq tamamilə yaşadı. Bunun içərisində doğrudan erotika da var, pornografiya da var. Kimsə internetdən terror məqsədlə istifadə edir. Bu real dünyada da var da bu da. İndi biz təbii ki, virtual dünyada müəyyən qayda qanun yaratmaq çox çətindir. Sadəcə mən sizlə razılaşmıram ki, bizim üzərimizə düşür vəzifə ki, biz deyək ki, uşaqların qayğısına qalmaq, uşaqları deyək ki, az yaşlıları normal istiqamətləndirmək üçün internetin müsbət potensialından istifadə etmək üçün təbii. Bax, indi bayaq, məsələn, sorulara baxaq. Siz bayaq deyərsiniz ki, nə üçün, məsələn, çata girirlər, əyləncə qal. Onda mən sual verirəm. Hanı Azərbaycanın milli internet resursları? Hansına girsin, bax. Uşaq hansına girsin? Hanı? Bax, bura yönətmək lazımdır. Bax, qardaş, birisini göstər də. Bax, coğrafiya dərsi internetdə varmı? Yoxdur. Fizika dərsi varmı? Yoxdur. Deyək ki, normal intellektual oyunlar internetdə varmı? Azərbaycan-Erməni vuruşması. Bunun bir intellektual oyunu yaratmaq olar, internetə qoymaq olar. Yoxdur axı belə şeylər. Onda bu da məcbur çata girsin, məcbur ki, erotikaya baxsın. Yəni, bura yönətmək lazımdır və normal istifadə qaydalarını öyrətmək lazımdır. Ondan sonra mən hesab edirəm ki, Azərbaycanda o dərəcədə uşaqlar var ki, heç kim onun qabağında dayanmaz. Məsələn, biz informasiya müharibəsində birinci yer tuta bilərik. Düzdür, son dövrlərdə bizdə Azərbaycan internetinin inkişafına hökumətin diqqəti artdı. Tutaq ki, 2003-2004-ə qədər Azərbaycan interneti ancaq xarici kapital idi. Donorlar, beynəlxalq təşkilatlar, qrant və s. Amma son 3-4 ildə büdcədən pul ayrılır. İndi büdcədən pul ayrılmalıdır ancaq Azərbaycanın milli kontentinə, milli kontentin inkişafına. Məsələn, təhsil. Bu təhcəmi 2% məktəb internetə qoşulur. Bu, nə oldu onda da bu? Yəni, internetdə bünövrəsi qoyulandan internet elmi ictimaiyyətin, təhsil ictimaiyyətin üstündə oturub. Üzr istəyirəm, birinci hərbiçilər yaratdılar. Sonra və onu ələ keçirdi, deyək ki, elmi ictimaiyyət, maarifçilik xətti bu dünyada bunun üstündə oturub. Rasim müəllimin fikrini öyrənək. Mən hörmətli həkimin o çıxışına münasibət bildirmək istəyirəm. Həkim öz işindədir. Yəni həkim buna müraciət edirlər, ona reaksiya verməlidir. Biz ona deyə bilmərik ki, sən internetin bu mənfi fəsadlarını dilə gətirmə. O gətirməlidir, maarifləndirməlidir, insanları o pis əməllərdən çəkindirməlidir. Çünki həkimin özü insanların sağlamlığının keşində duran bir peşəyə malikdir. Ona görə də dünyada belə hadisələr var. Belə artıq Ümumdünya Səhiyyə Təşkilatında bu artıq xəstəlik kimi müzakirə olunur. Kompüterdən asılılıq, internetdən asılılıq, internet addiksiya. Yəni bu anormal hallar var. Məsələ başqa şəkildədir. O milli kontent məsələsi. O milli kontent məsələsi tək Azərbaycanın problemi deyil. Ümumiyyətlə dünyada internetin mən o istifadəçilərin mənzərəsini dedim ki, necədir? Şimali Amerikada 70%, Afrikada 3%. Bu kontentlərin özləri də elə həmin rəqəmlərlə düz mütənasibdir. Yəni ki, bütün bu kontentlər, yəni o veb saytlar, müxtəlif məzmunlu veb saytlar, müxtəlif dillərdə olan veb saytlar elə əsasən qərb ölkələrindədir. Dünya üzrə internetdə olan o kontentlərin 70, 80, bəzən 90% deyirlər ki, elə qərbdədir. Tək Azərbaycan yox, dünyanın bütün yerdə qalan, o qitələrində olan ölkələr, millətlər əllərinə internet düşən kimi o 70-80% olan kontentə, yəni qərbə özünü tutur. Və bunun özü də məzmunca ziyan verir, siz düz buyurursunuz, yəni ki, o lazımsız informasiya çıxış əldə edir. Digər tərəfdən burada
dil məsələsi var ki, orada çoxlu mənalı, məzmunlu məlumatlar var. Amma vizual məlumatlar dil tələb eləmədiyi üçün məcburdur ki, o gənclər, digər o demək, insan təbəqələri həmin məlumatlara müraciət eləsinlər, əylənsinlər. Osman müəllimin sözü ilə mən tamamilə razıyam ki, hər bir xalq, hər bir dövlət özünün kontentini yaratmalıdır. Bu günləri informasiya cəmiyyəti Azərbaycanda bunu mən səmimiyyətlə deyirəm ki, çox yüksək göstəricilərə malikdir. Yəni onun kommunikasiya sistemləri yaxşılaşır, yəni onun şəbəkə infrastrukturu genişlənir. Amma şəbəkənin özü hələ internet demək o tamlığı deyil. Yəni orada kontent olmalıdır, orada resurslar olmalıdır. Yaşa görə, başa görə, nə bilim mən o müxtəlif sosial qruplara görə insanlar orada öz məlumatlarını tapmalıdır. Amma bunu mərkəzləşdirilmiş qaydada hansısa bir nazirlik, hansısa bir qurum edə bilməz. Bütün ziyalılar bu işə qoşulmalıdır, bütün alimlər bu işə qoşulmalıdır. Hər kəs öz işin, tarixçi öz biliyini internet resursu şəklində hazırlamalıdır, təqdim eləməlidir. Coğrafiyaçı, riyaziyyatçı, kimyaçı və s. Hansı bir qurumu tapmaq olar ki, gəlsən ölkədə milli kontenti yarat. Ona görə də ölkədə bu informasiyalaşdırma mərhələsi deyilən, bu informasiya cəmiyyətinin informasiyalaşdırma mərhələsi deyilən o mərhələ qədəm qoymağa başlamışıq və təbii ki, orada müəyyən nöqsanlar ola bilər. Amma mən də o çağırışa demək qoşuluram ki, milli elektron kontentlərin olması zəruridir. Şad müəllim, ümumiyyətlə bilirsiniz ki, Azərbaycanda hələ personal kompüter anlayışı, hər kəsin evində kompüter olmadığı üçün insanların, gənclərin çoxu daha çox internet kafelərdə günlərini keçirdilər və gecələyirlər. İnternet kafelər də təbii ki 24 saat işləyirlər. Buna sonra toxunacağıq əlbəttə ki. Yəni orada gecələyirlər, vaxtlarını keçirirlər. Təbii ki ev şəraitindən, nəzarətdən biraz uzaq, daha sərbəst, daha rahat bir şəraitə düşürlər və internetin istifadəsini ürəkləri necə istəyirsə, ürəklərinin səsi onlara nə deyirsə, o cürdə internetdən istifadə edirlər. İstəyirəm ki, siz bu istiqamətdə fikrinizi bildirəsiniz, münasibətini bildirəsiniz. Bilirsiniz, mən məsələn bilirəm ki, bizim hörmətli bayaq həkimimiz dedi, bu problemi, gecə yatmamaq problemi. Bu internetin özündə də, yəni bu sayt var da, orada deyir ki, bəs internetdən asılılıq dərəcəsi və o asılılıq dərəcəsinə görə də müalicə hətta metodları var. Yəni bu internetin o yaxşı cəhətidir ki, yəni bu olanda bunu da nəzərə alır. Amma bilirsiniz, mənə belə gəlir ki, bizim ölkəmizdə internetin bəlasının özünün xüsusiyyətləri var. Bəlasının da, xeyrindən mən danışmıram. Xeyri haqqında aydındır, bunu heç mübahisəyə də dəyməz, bu lazımdır. Və mən bilsəm ki, bizim həkimin xəstəsi o gecələri biliyə sərf eləyib, doğrudan da internet elə saytlarına girib ki, o bilir. Mən deyirəm, əybi yoxdur, qoy o gecəni otursun səhərə kimi, düzələr. Təəssüf ki, yox. Bəla burasındadır ki, təəssüf ki, bizim daha çox cavanlarımız məhz əyləncə vasitəsi kimi bu internetə baxırlar. Söhbət də orasındadır ki, yəni bu ayrı-ayrı çatlara girmə. Mən bayaq Osman müəllimdən belə ötəri soruşdum bəzi şeyləri. Bizdə çatlara kim rəhbərlik edir? Yəni kimin nəzarətindədir? Məlum olur ki, bu daha çox məsələn Rusiya dövlətindən gələn çatlardır. İndi Osman bəy dedi ki, bəzi bizim ayrı-ayrı şəxslərimiz də açır, qoşur bu çatları və s. Bilirsiniz, mən o çatlara eksperiment üçün, maraq üçün özüm daxil olub, maraqlanmışam, görmüşəm. Əvvələn, bilirsiniz, söhbət ondan getmir ki, bu tanışlıq, gənclərin bir-birindən yazışması pis şeydir. Mənim çox yaxşı yadıma gəlir, bilirsiniz, mən danışıram 50-ci illərdə, mənim gənclik illərim 50-ci illərə düşüb. 50-ci illərin axırlarına. Burada yəqin ki, hamıdan yaşlı mənim də 66 yaşım var. O vaxtı biz, məsələn, nə inirdik? Onda internet yox idi, televiziyada heç ağıllı başlı yox idi. Məktub yazırdıq ayrı-ayrı istəyirinin şəhərlərinə. Filan məktəbə, filan sinifə, hər yerdə məktəb nömrəsi var idi, xüsusilə Moskva şəhərində tutalım ki, onun sinif var idi, A, B filan və s. Filanıncı partada oturan, arxasında oturan qıza yaxud oğlana. Və görürsünüz ki, bu yazışma başlayırdı, bir-birinə şəkil göndərirdilər, əhvalatlar danışırdılar, münasibət qurulurdu. Bunlar böyüyürdülər, bir də görürsən ki, görüşürdülər. Elə də olurdu ki, ailə də quranlar var idi bu hasıl. Yəni, burada təbii bir şeydir də, bizim həkim bunu çox yaxşı bilər ki, bu psixoloji bir andır. Yəni, bu insanın xüsusilə şəraitdən asılı olaraq bir-biri ilə təmasda olmağa, kontaktda olmağa ehtiyac var.
Yəni mən burada pis şey görmürəm. Ancaq bəla burasındadır ki, bizim çatlardakı vəziyyətlə bir balaca tanış olsaz, siz görəcəksiniz ki, bu çatlar demək olar ki, söyüş, xəstələr, psixiki xəstələr, manyaklar və belə bir adamların demək olar ki, yuvasıdır. Və burada bəla nədədir? Əgər bu başdan ayağa belə olsa, cəhənnəm. Deyərik ki, bu manyaklar üçündür, xəstələr üçündür, qoy girsinlər. Axı, təmiz uşaqlarımız da var. Onlar oraya mən dediyim məsələyə görə daxil olurlar. Tanış olmaq istəyirlər, tanımaq istəyirlər bir-birinə, söhbət eləmək istəyirlər. Və orada da görürsən ki, deməli, bu müxtəlif adamlar müraciət eləyir. Açıq-saçıq söyüşlə, açıq-saçıq sözlə, zatla. Düzdür, orada var variant ki, məsələn, ignora göndərirlər, yəni ki, rədd edirlər həmən adamı falan, belə şeylər var. Yaxud mən super chat deyilən bir şey var. Bu super chat yəni belədir ki, əgər orada ayrı-ayrılıqda söhbət gedirsə, uşaqlar arasında, cavanlar arasında, super chatda hamı birdən daxil olur və hamı birdən başlayır bir-birini söyməyə. İnanın, ha, mən size açıqlayıram. Özdə bilirsiniz nə söyüşlər gedir. Mən sizə inandırım ki, onun birini burada mən deyə bilmərəm. Bu şəkildə gedir. Və bu söyüşlərin nəticəsi o olur ki, maraq üçün, deyim də sizə, orada ayrı-ayrı səfirliklər var. Mən bilmirəm, bu kimin ağlına gəlib, ümumiyyətcə, səfirlik adını istifadə eləsin orada. Deməli, Rus səfirliyi, Qazaxstan səfirliyi və s. Azərbaycan səfirliyi 1, Azərbaycan səfirliyi 2. Deməli, 1-də daha az söyürlər, 2-də daha çox söyürlər. Təsəvvür edin. Bəli, getdik Rusiya səfirliyinə. Vallahi ağıllı başlı danışırlar, eləyirlər. Baxmayaraq ki, Ruslar bizdən söyüşkən millətdir də öz aramızda. Gəlib çıxırsan deməli Qazaxstan, həmən şey. Gəlib çıxırsan Azərbaycankinə, Azərbaycankində söyüş başdan ayağa. Ayrı-ayrı bölmələr var. Məsələn, orada bölmə var ki, adını qoyub Sartir. Sartir, üzr istəyirəm də, ayağı yolunun adıdır da. Deməli, əvvəlində də yazır ki, biz heç bir deməli sizə, deməli, burada gedən söyüşlərə, pis sözlərə zamanət vermirik. Cavabdeh deyilik. Kim burada nə istəyir, onu söyür, nə istəyir, deyir. Və orada girirlər, deməli, orada başlanır bu söyüşlər. Girən kimi səni salamlayırlar, söyüşlər. Onun dalıca da bu. Bilirsiniz, bu çox böyük bəladır və burada nə əmələ gəlir? Deməli, bax, bizim, görürsünüz, orada cavanlardan biri, siz küçədə götürdük sahabədə, yəni bizim buradakı uşaqlar desəydi, mən yenə deyərdim aydındır. Amma oradakı uşaqlardan biri dedi ki, mən oradakilərə pis baxıram, orada daxil olanlara. Axı, niyə? Çünki ona görə ki, orada təbəqə var da, ayrı-ayrı təbəqə var. Yaxşı uşaqlar, girirlər, qaçırlar, gedirlər də qalmırlar orada, görürlər vəziyyət belədir. Ondan sonra xəstələr, manyaklar, yaşlı adamlar, təkcə uşaqlar deyil orada, bəla burasındadır. Bunlar girirlər oraya. Baxın, görün, niklar deyirlər də ona, name deyirlər ona, yəni ki, təxəllüs də, təxəllüs götürür hər aydan. Yəni, yaxşı təxəllüslər də var, sözüm yoxdur. Azərbaycan, deməli, səfirliyində vraq qasudarstva, deməli, əsas rus dilində gedir orada söhbət. Dövlətimizin düşmanı. Özü-özünə ad qoyub, dövlətimizin düşmanı. Valla, mən nə Qarabağdan söhbət açmaq istəyirəm, nə burada demək istəyirəm ki, bizim bu Qarabağımız var, tərbiyəmiz var, filan və s. Axı, bunu çox sadə yolla həll eləmək olar da, Osman bəy, mənə belə gəlir, sizlə də məsləhətləşirəm. Bir dənə oraya, yəni ki, kompüter qoyma olmaz ki, filtr qoyma olmaz ki, bu söyüşləri çıxartsa. Olar mən. Buyurun, buyurun. Eşad, mən təşəkkür edirəm, doğrudan da kifayət qədər narahatçılıq doğuran məsələlərdir. Amma mən indi yenə də qalırıq bu məsələyə ki, bax, biz bu internetin mənim cüzi qədər hesab etdiyim bu mənfi tərəfinə o dərəcədə qabardırıq ki, mən belə qalıram, belə ki, nə cür izah elə. Bax, indi biz, amma indi Eşad müəllim, bilirsiniz, qlobal dünyada necədir? Yox, ondan söhbət. Bax, indi bizə elə gəlir ki, yox, məsələn, baxın, dəfələ mən bu televiziyada da mən demişəm, yenə təkrar şərik olun ki, bunun qabağı alınmalı. Eşad müəllim, baxın indi, bax, uşaqlar internetdən harada istifadə edirlər? Diqqət yetirin, məktəbdə, evdə və yaxud da internet klubda. İndi baxın, baxaq bizim bəyənmədiyimiz qlobal dünyaya baxaq. Böyük Britaniya.
Məsələn, inkişaf etmiş ölkə. Onlarda bilirsiniz necədir, Elşad müəllim. Bizdə də onu eləmək lazımdır. Məsələn, onların standart bir ailəsində, qayda qanun var. Yazılmamış qayda var. Məsələn, qaydanın başında yazılıb. Mən dəfələrlə bunu demişəm. Qaydanın başında yazılıb. Uşağın yataq otağında kompüter ola bilməz. Fikir ver, bu da onlarda belədir. Biz heç onları bəyənmirik. Bizdədir bu qarma-qarışıqlar. Bizdə standart dünyada oturuşmuş təlim, tərbiyəli bir qayda qanun var. Buna elə əməl eləmək lazım. Baxın, böyük inkişaf etmiş ölkələrin, mədəni ölkələrin hamısında bu cür qayda qanunlar var ki, məsələn, uşaqlar üçün xüsusi resurslar var. Orada axtarış aparsan, orada heç bir seks, erotika, zir-zibir informasiya çıxmayacaq orada. Yəni, bax, yenə deyirəm ki, bizdə biz buna necə demək, vahimə ilə yanaşmalı da yox. Sadəcə uşaqları düzgün istiqamətləndirmək lazımdır. Valideynləri düzgün istiqamətləndirmək. Məktəbdən başlamalıdır. Mən bayaq indi professordan mən ümumiyyətlə razılaşmıram ki, mən məsələn bizim ali məktəblərdə indi mən son dövrlərdə daha yaxından tanış oldum ki, tələbələrin əksəriyyəti internetdən istifadə etmək hüququndan məhrumdur. Müəllimlərin böyük əksəriyyəti professor. Yoxdur institutlarda. Ancaq bir-iki otağa qoyulubdur. Orada kimsə istifadə edir və salam. İnstitutda, universitetdə mən sözü kəsirəm. Bu söhbət buradan gedir ki, tək kompüterdən istifadə eləmirlər axı. Telefon var axı. Telefon internetə girir və 90% həmən uşaqların telefonundan istifadə. Elşad müəllim, necə? Bunun da imkanları var. İctimaiyyət səsini qaldırsa, hökumət səsini qaldırsa, o mobil telefondan interneti buraxan operatorlar var da. Deməli, orada texnologiyada elə inkişaf edib ki, oraya elə filtrasiya qoymaq olar ki, oradan zərərli informasiya çıxmayacaq. Yəni, ona görə mən yenə deyirəm ki, biz istiqaməti bir qədər çönəldib özümüzdə axtarmalıyıq. Özümüz eləməliyik onu. Buyur, mən indi bu mövzu ilə bağlı gənclərində sayədən otura bilmirlər yerində. O qədər onları narahat elədi ki, bu fikir. Gənclərin də fikrini öyrənmək istəyirəm. Buyurun, sizdən başlayaq, sonra sizə. Birinci növbədə fikir verməliyik ki, nəyə görə uşaqlar əsasən yeniyetmələr və gənclər 1-ci, 2-ci kurs tələbələri və yaxud 9-cu sinifdən yuxarı uşaqlar internet klublara meyl eləyirlər. Uşaq da gəldi dərsdən, evdə vaxtını keçirdi, dincəldi, havaya çıxır. Bunun üçün meydançaların olmaması birinci növbədə. Harada oturmalıdır, cavanlar harada danışırlar, internet klubda görüşər. Bu əsasən oğlan uşaqlarına aiddir. Demək, birinci kökü buradadır ki, gənclərimiz əvvəlki kimi, deyək, böyüklərimizin vaxtında olduğu kimi mədəniyyət evlərində təşkil olunan klublarda müxtəlif dərnəklər olurdu, maraqlarını, axı bu uşağın da maraq dərsi, bunda enerji var, bunu haradasa bölüşməli, sərf eləməlidir. Birinci bu. İkinci növbədə də biz burada interneti elə mənfilik kimi qabarmalı deyilik ki, sabahları evdə atası bir qız üçün internet şərait yaradıbsa, bu qız elmlə məşğul olursa, sabah atanın ürəyində şübhələr yaransın ki, birdən hansı vasitələrə əl atırlar. Birinci növbədə valideyn də buna fikir verməlidir ki, uşağını məlumatlandırmalıdır ki, sənə uyğun olmayan, bunu həkimlər də qeyd edirlər, sənə uyğun olmayan, yaşına uyğun olmayan informasiya ilə tanış olanda səndə hansı zərərləri ola bilər, psixoloji problemləri ola bilər. Gəncləri bu dəqiqə çatlarda, yəni gəzinməyə məcbur eləyən informasiyanın azlığıdır. İnternet özü informasiya vasitəsidir. Lakin indiki dövrdə burada internetdə dolğun informasiya yoxdur. Qarabağ boyda problem yaşayan bir dövlətin Qarabağ haqqında barmaqla sayılası qədər saytları var. Yetərincə gənclər informasiya ala bilmirlər. Yəni, bu reallıqdır. Gərək mən yenə sizə müraciət edəcəm. Orada çox gözəl bir fikir səsləndir. Ümumiyyətlə, gəncləri bax, bu boş söhbətlərə, bu chatlara nə ehtiyac duyuruq ki, bunu sırf internetdə bu ilə məşğul oluruq? İlk öncə mən demək istərdim ki, hər bir insanın, xüsusən də yeniyetmə dövründə belə bir anlayış var psixologiyada. Psixoloji enerji. Yəni, insanın fiziki enerji var, həmçində psixoloji enerjidir. Bu psixoloji enerji nəyəsə sərf olunmalıdır. İnsan kimləsə təmasda olmalıdır. Hansısa bir ona maraqlı olan fəaliyyətlə məşğul olmalıdır. Burada tamamilə düzgün qeyd olundu ki, vaxtı ilə müxtəlif alternativ formalar vardır. İnsan məktəbdən başqa, məktəbdən sonra hansısa bir istər idman, istər başqa nəyəsə sərf eləyə bilirdi özünü. Hal-hazırda yox. Hal-hazırda bu məhdudiyyət ona gətirir çıxardı ki, psixoloji boşluq. Psixoloji boşluq bizdə psixoloji deprivasiya adlanır. Yəni, insan hansısa bir məlumat boşluğunda qalanda, bu hətta vaxtı ilə bir cəza metodu kimi tətbiq olunmuşdur. Yəni, indi də onun bir rudimenti qalır. Ancaq bu psixoloji deprivasiya nədir? İnsanda məlumat olmadığıda. Yəni, insanların istər beyni, istər duyğu orqanları kifayət qədər məlumat qəbul eləməyəndə onun psixoloji vəziyyəti pozulur. Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatında təsdiq olunmuş nazologiya vahidi kimi var internet addiction, yəni internetdən asıllıq.
Bu onlara aiddir ki, xüsusən də yenə də cavanlara aiddir ki, virtual həyatda, virtual aləmə alışan insan sonradan sosial dezadaptasiyaya məruz qalır. Yəni, real həyatda özünə yer tapa bilmir. Kompüteri qoşan kimi rahatdır. Virtual həyatda özünə yer tapır. Ancaq Osman müəllim düşəcək. Ancaq sonra öz dostu ilə hətta hansısa bir tələbə yoldaşın, qrup yoldaşının ad gününə gedib orada öz dostları ilə ünsiyyət yarada bilmir, çətinlik çəkir. Yəni burada internetin günahı deyil. Burada internetin düzgün istifadə olunmamasının günahı. Rahman bəy, çox üzr istəyirəm. Qısa zəhmət Tamamilə olmasa. düzgün deyil. Demək, bir dəfə mən bu kitab üzərində, kompüterlə bağlı, professor bilir bu işləri, kitab üzərində işləyəndə bir məqam gəlib çatdı ki, bu dünyada standartlar necədir? Yəni, yaşa uyğun internetdə, kompüterdə işləməklə bağlı bir normativlər. Mən yenə deyirəm, oturuşmuş normalar var. Təsəvvür edin ki, mən getdim, bizim elə sizin tibb universitetində bir kafedra var. Gigiyena, sanitə var da, necə adlandırır kafedra. Oradan mən gördüm, elə institutun özündə də var. Sadəcə biz bunları cəmiyyətə çatdırmamışıq. Kafedradan mənə verdilər, deməli, 5-6 sinif uşaqları üçün, 5-6 yaşı olan uşaqlar neçə saat gündə kompüterdə işləyə bilər? Cəmi 15 dəqiqə. 5-6 yaş sonra cəmi 15 dəqiqə. Dünyada da belə daha. Məsələn, 10-cu sinif uşaqları cəmi 2 saat işləyə bilər gündə. Fikir verin, 2 saat yarım işləyə bilər. Yəni, burada yenə deyirəm ki, bu zərərli informasiyanın qarşısını almasından bağlı, deyək ki, bu normativləri uşaqlara çatdırmasından bağlı, dünyada bir oturuşmuş normalar var, o cümlədən bizdə var. Sadəcə bunları biz uşaqlara çatdırmalıyıq, valideynlərə çatdırmalıyıq. Bilirsiniz, burada uşaqlar da çox gözəl məsələlər qaldırdılar. Yəni, o mənada ki, uşaqlar hara getsinlər, nə ilə məşğul olsunlar. Yəni, Osman bəy, burada söhbət ondan getmir ki, internetə qarşı hücum filan yığışmalıdır, belədir. İnternetin xeyri bir mənalıdır. Burada söhbət ola bilməz. Şübhəsiz ki, o bilik kimi, bilik üçün, məlumat üçün, informasiya üçün istifadə olmalıdır. İkinci tərəfi, bunun, bilirsiniz, bax, biz ərdən elə düşünürük ki, xarici ölkələrdə belə imkanat çoxdur, ünsiyyət daha çoxdur, nəinki bizdə. Məsələn, əksinə mən bax, bu yaxında bir xaricdən gəlmiş adamla söhbət edirdim. Hərə öz evinə, öz ailəsinə alıdə olunur və demək olar ki, müəyyən bir saatdan sonra böyük bir ayrılıq var. Bizdə məsələn olan o təmas, qonşu arası, ünsiyyət və s. bunlar o dərəcədə yoxdur. Ona görə də burada kompüterin, yəni virtual münasibətin böyük əhəmiyyəti var o vaxt. Bilirsiniz, bizim təsəvvürümüz, təfəkkürümüz daha doğrusu, daha çox Sovet sistemi ilə bağlı olub, xüsusilə yaşlı nəslin. Amma cavanlar da onu hərdəsə görüblər, eşidiblər, bilirlər. Yəni, bu dərnək söhbəti, görüşlər söhbəti, klublar söhbəti, diskusiya söhbəti. Baxın, görün nə qədər bizdə şadlıq evləri yaradılır. Bu məlumdur ki, bunun kommersiya tərəfi var da. Həmən kommersiya ilə bunu istifadə edən adam, kommersiya nəticəsinə görə biri bir gənclər evi də yaratsın, tiksin, şəhərin gözəl yerində, orada internet də olsun, orada görüşlər də olsun, orada diskusiya klubları da olsun və s. və s. Bilirsiniz, bax, bir dəfə geçsin bax bu günləri, bizim bax bu fəvvarələr meydanı var. Tiruzatda da bu şəhərin mərkəzində. O fəvvarələr meydanında baxın, görün ki, o cavan uşaqlar nə oyunlardan çıxırlar. Bilirsiniz, bunların deməli belə bir fanat klubları var. Kimə həsr olunub bu fanat klub? Dima Belana. Dima Belan kimdir Azərbaycan milləti üçün? Mən üzr istəyirəm, mən düz başa düşürəm. Yəni, mən demirəm ki, Luciano Pavarotti bizim üçün Dima Belan kimi olmalıdır. Heç olmasa bu Enrico Iglesias olsun. Yəni, bu doğrudan da yüksək səviyyəli müğənni olsun. Axı, nə müğənni kimi, nə şəxsiyyət kimi. Bu adam nə verə bilər? Bunu mütrib kimi bağışlayın, üzr istəyirəm. Geyinirlər, maykalar üstündə. Bir dənə də gədə var. Bu sözdən mən qorxmuram, deyirəm. Adını da Neo qoyub. Həmən o uşaqlar, həmən o super chatda cövlan edirlər. Həmən o fan klublar. O Neo'nun ətrafında. Bilirsiniz, mən ona görə deyirəm ki, mən bir söz demirəm. Burada qaydaları öyrətmək, aşılamaq, bunlar gözəl şeydir. Amma o hələ biz o səviyyə gəlib çata bilmirik ki, biz doğrudan da məsələn bunu başa salmaqla məsələlər düzəlsin.
Burada yəni nəzarət söhbəti olmalıdır. Məsələn, Türkiyədə bəzi çatları bağlayıblar bəzi yerlərdə. Mən onun tərəfdarı deyiləm, Osman bəy. Məsələn, satanist çatlar var idi. Satanistlər, burada bizdə də var. Satanistlər var, sonra o birisinin adına gotiklar var. İntiharçılar var. İntiharçılar var. Bunlar ağıllı başlı təbliğat aparırlar, bilirsiniz. Elə belə deyil. Bunun gərək hamısının qabağı alınsa, çox sadə yolla filtr qoyulur, alınır. Cəza yolu ilə, iştiraf yolu ilə. Qoy zəhmət çəksin, o filan qədər kontra pul verir, onu alır, xüsusilə telefon çatlarına girən, əlavə alsın. Onlar orada həmin o fantanın yanında fırlanırlar, oynayırlar. Bir nəfər, yəni bizim bu, indi qabaq arada yaratmışdılar da mənəviyyat polisi. Baxı, bunlardan yapışmaq lazımdır. Bir İskameykada 2 dənə cavanı görəndə tez qaçırlar, yapışırlar yaxasından. Ki, nə var, oradan pul qopardacaqlar. Bir geçsin orayla məşğul olsunlar da. Sonra da biz durub danışırıq ki, Qarabağa belə gedəcəyik, belə eləyəcəyik, belə azadlıq eləyəcəyik. Dima Belanla biz Qarabağa gedə bilmərik. Rasim müəllim, gələk indi əsas məsələyə internet kafelərə. İndi gənclərimiz bayaq dedik, personal şəxsi kompüteri çox az olduğu üçün daha çox vaxtlarını internet kafelərdə keçirirlər. Bəs bu internet kafelərdə Azərbaycanda nəzarət varmı kafelərə və bunun iş sistemi, bunun ümumiyyətlə iş saatları, bütün bunlara kim nəzarət edir? 1000 illərdən bəri ayrı-ayrı xalqların mentaliteti, ayrı-ayrı ölkələrdə olan o konstitusiyon mühit, ənənələr, konservatizm, ümumiyyətlə özlərinin fərdi olaraq informasiya fəzaları olubdur. Orada onun dəyərlər sistemi olubdur. Orada onun bədii dəyərlər sistemi, əxlaqi dəyərlər sistemi və s. Yəni bu internet pərdəni ortadan götürdü. Bütün xalqlar arasında, yəni məkan məsələsini aradan qaldırdı. Bütün insanlar arasında həm yaşına görə, həm başına görə, həm təbəqələrinə görə, həm müxtəlif istiqamətdə olan informasiyalara əl çatmaq demək asanlaşdı. Birdən-birə dünyada nə qədər millət varsa, o qədər mədəniyyət var, nə qədər fərd varsa, o qədər özünün daxili aləmi var. Bu kollektivləşir, bu ictimailəşir, bilirsiniz. Yəni bizimkilər başqa millətlərdə olan informasiyalara, onlar bizimkilərə, yəni belə qarmaqarışıq şəkildə bütün bu informasiya dünyaları bir-birlə çulğalaşır, qloballaşır. Təbii ki, bu çulğalaşma vaxtı da qığılcımlar ortaya çıxır. Bu insanların özündə yeni bir mənəvi psixoloji vəziyyət ortaya çıxardıbdır. Dəyərlərə münasibət də dəyişibdir. Bilmirsən, yaxşıdır, pisdir. Biz nəyəsə pis deyirsə, başqa ölkənin yaxşı deyir. Başqa ölkə pis deyənə biz yaxşı deyirik. Bu günləri müxtəlif baxışlara müxtəlif cür qiymət vermək olar ki, bu konservativ baxışdır, bu nə bilim hansı baxışdır və s. Təbii ki, burada dini faktoru var, burada dil faktoru var, burada psixoloji faktoru var. Faktorlar çoxdur və bəşər tarixi yaranandan indiyə qədər bütün bu o mənfi müsbət kontaktların bir-birinə o qılcım verməsi müxtəlif istiqamətləri təzahür eləyir. Bu günləri rəsmi olaraq deyirlər ki, informasiya internetin üzərində olan virtual məkanda sirkulyasiya ilə dövr eləyən informasiyanın 30% ziyanlı kontentdir. Və beynəlxalq qurumlar tərəfindən də bax bu 30%-dən mübarizə aparmaq üçün müxtəlif konvensiyalar, müxtəlif bəyannamələr, müxtəlif sənədlər qəbul olunur. Azərbaycan da həmin konvensiyaya qoşulmaq üzrədir. Və bunun qeyd etdiyim kimi beynəlxalq təsisatlar tərəfindən qadağaları artıq ortaya çıxır. Ondan başqa bizim Azərbaycan Respublikasında tək internetdə yox, ümumiyyətlə informasiya məkanında mənəviyyata, təhqir demək istəyirəm ki, görürsən, təhqirə qarşı qanunda maddələr vardır. Kütləvi informasiya vasitələri haqqında qanunda. Müxtəlif bizdə bu informasiya mənəviyyatını təmin edən, müxtəlif bizdə qanunvericilik bazası vardır. Qəzet səhifələrini təhqir edə bilərsən? Yox. Televiziya kanallarında hansısa başqa bir hərəkət edə bilərsən? Yox. Bütün bunlar hamısı internet mühitdə bir qədər başqa cürdür. Elşad müəllimin dediyi kimi o süzgəçlər və s. bu süzgəçlər özləri ən yüksək səviyyədə o məzmununa görə süzgəçdən keçirilməsi hətta elmin qarşısında problemlərdir. Bizim də institut, informasiya texnoloji institutunda həmin o spamlarla mübarizə sularını işləyirlər. Amma 100% o səmərə verəcək deyə onu hələ bu günləri demək olmaz. Spamlarla 80 olsun. O ki qaldı, o siz dediyiniz internet kafelər və s. Tamamilə deyirəm ki, Azərbaycan Respublikasında heç bir internet resursa, heç bir internet hansısa bir mühitə nəzarət yoxdur. Çünki dünyada
qəbul edilmiş o demokratik ideologiyanın əsasında informasiya dünyasına nəzarət olmamalıdır. Yalnız ziyanlı kontentlərlə beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş o konvensiyalar və bəyannamələr çərçivəsində və digər tərəfdən də bizim Azərbaycan Respublikasının o konstitusiyon mühitinə demək düşən, o təsirinə düşən müəyyən məsələlərlə əgər saytda kimsə təhqir edirsə, təbii ki, ona qarşı Bəs iş saatlarına, iş saatları yox. O biznes qurumdur, bilirsiniz. O biznes sektorda informasiya iqtisadiyyatının təzahürləridir. Bu adam internet xidmətləri göstərməklə, bu adam biri gedir başqa produkt, ərzaq satır, biri gedir paltar satır. Bu isə internet xidmətlərini satmaqla öz xidmətlərini göstərir. Orada onun qrafiki. Azərbaycanda istehlak bazarının qanunları necədirsə ona tabi olur. Ərzaq malları mağazini necə işləyirsə, hansı xidmətləri göstərirsə, hansı zamanda, hansı vaxtda onun özünün vergi orqanları qarşısında öhdəliyi var. Onun özünün istehlak bazarında müəyyən yəqin ki, onun qayda qanunları vardır. Onu dövlət tərəfindən heç kim tənzimləyə bilməz ki, sən hansı saydır. Amma faktlar da gətirim mən sizə ki, Belarusiya Respublikasında, Türkiyədə var, mən deyəcəm mən sizə, bax bu yaxınlarda Belarusiyada internet kafelərdə kim məsəl üçün ora daxil olursa, onun şəxsiyyət vəsiqəsini və ya pasportunu qeydiyyatdan keçirirlər. Hansı saytlara daxil olub sana log fayllar deyirlər də, o qeydiyyat faylları. O qeydiyyat fayllarına onu uyğunlaşdırır ki, bu haçan, bu biraz yaxşı hal deyil. Yəni buradan başqa ab-hava gəlir. Biz vaxtilə bu cəmiyyəti keçmişi görəm, Osman müəllim ona tez reaksiya verir. Yəni mən bunun nəzarətin bu tərəfini də mən sizə diqqətə çatdırım ki, yerli rayon o KQB deyirlər. KQB-lərə də səlahiyyət verirlər ki, həmin log faylları oradan götürsünlər və internet kafelər 2-3 il ərzində həmin log faylları həmin şəxsin qarşısında o kompüterdə saxlasınlar. Bu nə deməkdir? Biz bu yolu yaşamışıq, bu yolu keçmişik nə deməkdir? Çində də mən sizə deyim ki, o pornoqrafik saytların hazırlanması üzrə məşğul olan demək şirkətlərin o birbaşa o məsuliyyət daşıyan o şəxslərə ömürlük cəza nəzərdə tutulubdur. Məsəl üçün başqa ölkələrdə siyasi senzura var, internetdə bu ölkə ilə bağlı hansısa bir məlumat getməsin, gəlməsin və s. Ona görə demək istəyirəm ki, internet mühitə ayrı-ayrı dövlətlərdə müxtəlif nəzarət üsulları var, amma Azərbaycan Respublikası demokratik yol seçdiyi üçün, qərb siyasəti keçirtdiyi üçün heç bir orada senzuradan, nəzarətdən söhbət gedə bilməz. Çox sağ olun Rasim müəllim, mən indi istəyirəm gənclər danışsın. Hamı burada dedi internet informasiya, dünya informasiya üzərində qurulmayıb ki, mən məsələn bir saat informasiya qəbul edəndə istəyirəm əyləncə də baxım. Aktualı bir saat baxıram, istəyirəm bir saatda qaraja baxım. Boş-boş danışan çatda da boş-boş danışır, elə qıraqda da boş-boş danışır. Yəni informasiya mübadiləsi kimi istifadə eləmək olar çatda. Real dünyada necə? Çox sağ olun. Bir o qədər deyirlər saytlara girir, nə bilim, tanışlıq məqsədinə. Mən bir o qədər internetdə oluram. Mən bilmirəm o saytda hansıdır, ki, necə girirlər o tanışlıq məsələsinə, necə girirlər. Ancaq gənclərin bir də deyirlər daha çox saytlara girməsinə. Mən belə görürəm ki, Yaşar müəllim bizim hamımızdan çox girir bu saytlara. Ümumiyyətlə elm adamı, ümumiyyətlə tənqidçidir Elşad müəllim və ona görə də tənqidçi olmağın və peşəkar olmağın da əsas şərtləri budur ki, hər yaxşı insanı ilə öz dilində danışmaq. Mənə elə gəlir ki, burada böyük bir qəbahət yoxdur. Çox sağ olun fikirlərinizə görə proqramımızı yekunlaşdırmaq istəyirəm, amma yekunlaşdırmazdan əvvəl bütün bu problemlərdən danışdıq, mənfi yönlərindən, müsbət yönlərindən danışdıq. Amma necə hərəkət eləməliyik, sonda nə iş görməliyik və bu cür mənfi yöndə istifadəsinin qarşısını almaq üçün nə işlər görməliyik? Elşad müəllim, sizdən başlayaq. Bilirsiniz, mən açıq deyim də, burada bəzi görünür məni çox düz başa düşməyiblər. Söhbət internetin informasiya sahəsi, informasiya məkanı olmasından getmir. Bu birmənalı yaxşıdır və bunu da inkişaf etdirməliyik. Dövlət dəstəyi də buna Osman bəy deyən kimi mütləq olmalıdır. Söhbət çata girməyin də ziyanlı olmağından getmir. Burada söhbət senzura falan ki, bizdə artıq senzura ola bilməz falan biləm. Söyüşə bəyəm senzura lazımdır. Mən sizə açıq deyirəm. Bu açıq yazır öz anketində. İşyu devçku la seksa. Seks üçün qız axtarıram. Və sonra da sən ona işini eləmirsən, o özü qıza götürür, yazır. Açıq necə var, hamısını yazır. Bunun qabağı necə alınmalıdır? O qız onu göndərir, ignorayında ağıllısı. Ağıllısızı görsən ki, cavab da verir filan. Amma bizim axı özümüzün o çatı təşkil edənlər deməli, ayda bir dəfə anketin müsabiqəsini keçirirlər, anketlərin. Və baxıb görün, anketlərdə birinci yerdə tutanlar
ən biabırçı deməli söyüşlə bağlı olan adlardır, niklardır. Bəs bu hara getsin? Bəs necə Söhbət mübarizə bundan aparmalıyıq gedir. Rəşad müəllim? Mübarizə bir də mən dediyim, bu mütəxəssislər də mənə belə gəlir ki, tərəfdar çıxdılar ki, mütləq filtr qoyulmalıdır, nəzarət olmalıdır. Çünki əgər anketi seçən adam, düzəldən adam bunu eləyirsə də burada nə söhbət ola bilər? Çox sağ olun. Buna senzura lazımdır. Çox sağ olun. Osman müəllim, nə cür hərəkət eləməliyik? Mən belə gözləyirdim ki, axırda senzuraya gəlib çıxacaq. Senzura söhbət getmir. Mən Elşad müəllim, Söyüşdən doğrudan da gedir. Ancaq söyüşdən gedir. Sizinlə Ramo bənim fikrimdən razıyam. Mən diqqət birinci dəfədir sizin bu internetdən bağlı çıxışlarınıza. Mən belə başa düşdüm, siz kifayət qədər məlumatsızsınız internetin bütün o professor demişkən ekologiyasından və ümumiyyətlə narahatçılıq üçün bir mən əsas görməm. Sadəcə uşaqlar üçün, yeniyetmələr üçün, narahatçılıq üçün əsas var, həmişə də olub əsas. İndi bunun yolları. Dünyada 2 xətt var bununla bağlı, deyim ki, düzünü deyək. Bu cür müzakirələr bir xeyli əvvəl bu indi mədəni hesabı inkişaf etmiş ölkələrin hamısında bunlar olub. Birinci xətt, Yaşad müəllim, birinci xətt necə idi? Qoymaq istəyirlər hökumətin üzərinə. Ki, hökumət qadağan qoymalıdır. İkinci xətt o idi ki, qoymaq istəyirlər provayderlərin üzərinə ki, kim ki, məsələn, hər provayderin bir 500 müştərisi varsa, provayderə demək ki, filan IP-ni bağla, insanlar filan sayta girməsinlər. Bu 2 xəttin ikisi də iflasa uğradı dünyada. Üçüncü xətt ondan ibarət oldu ki, özünü tənzimləmək. Yəni, uşaqları zərərli informasiyalardan qorumaq üçün xətti yönətlər kimlərə? Valideyn, məktəb, ictimai qurumlar və hökumət. Yəni, elə məsələn, deyək ki, mənim yadıma gəlir hansısa ölkələrdə həkimlər ayağa qalxıb, hətta miting eləmək səviyyəsinə gəlib çatdılar ki, elə saytları bağlamışlar ki, həkimlər qayıtdılar ki, qardaş, biz o saytlara girib elmi iş müdafiə edirik. O informasiya bizə lazımdır. Provider da onu bağlayıb. Siz mənim hüququmu tapdaladınız deyir. Yəni, başqasını qorumağa görə başqasının hüququ tapmağı. Yəni, burada yol vermək olmaz ki, o gəlib senzuraya çıxsın, yekunlaşdıran kimi ki, nə etmək lazımdır? Mənə elə gəlir, birinci, Azərbaycan internetini inkişaf etdirmək lazımdır. Azərbaycanın özünə məxsus qlobal təhsillə bağlı bir dənə köklü təhsil resursu yoxdur. Diqqət yetirin, bir dənə köklü təhsil resursu yoxdur ki, bu uşaqlar oraya girsin. Nəyə görə? Çünki Təhsil Nazirliyi tərəfindən yüzlərlə kompüterlər alıb məktəblərə verildi, amma bir dənə normal təhsillə bağlı internet resurs yaradılmalıdır. Ona görə mən hesab edirəm ki, milli resurslar yaradılmalıdır, internet inkişaf etdirməlidir. Xüsusən diqqətimi nəyə gətirirəm? Müqayisə edək. Bizdə Azərbaycan internetində internetin 1 saatının qiyməti, bu 1 saatdakı ödədiyiniz qiymətə alan uyğun internetin keyfiyyəti və qonşu ölkələr. Yüzlərlə fərq var. 20 dəfə, 30 dəfə Türkiyədən inkişaf etmiş ölkələrdə bizdə internet bahadır. Qızıldan qiymətli eliblər bizdə interneti, özü dial-up interneti, hansı ki, dünyada bu cür qoşulmaq yoxdur. Azərbaycan internetə monopoliya ləğv olmalıdır. Azərbaycan internetinin dünyaya çıxışı bir nöqtədəndir. Nə üçün belə olmalıdır? Bunların qayğısına qalmaq. Sözsüz ki, bunlar problemlərdir. Yenə də gərək məndən davam elətdirmək istəyirəm. Ümumiyyətlə, sonda valideynlər nəyə diqqət verməlidir və uşaqlarında daha çox hansı hərəkətlərdə, hansı davranışlarda necə rəftar eləməlidir uşaqları ilə? Mən onu vurğulamaq istəyirdim ki, bir mənalı mənim fikrim belədir ki, bugün internet bizim dostumuzdur. Lakin onu düzgün istifadə eləməsək, onunla düzgün münasibət qurmasaq, o dostluğun müəyyən fəsadları da ola bilər. Və ona görə də əsas, mənim fikrimcə, əsas istiqamət maarifləndirməkdir. İnternet azadlığı, internet sərbəstliyi, insanlar ümumiyyətlə yerindən, yurdundan asılı olmadan müxtəlif internet resurslara çıxış imkanı əldə edirlər. Amma hardasa bir 40-50 il bundan qabaq, bəlkə də daha yaxın müddətdə insanlar informasiyanı doza ilə alırdısa, senzuradan keçmiş məlumatı alırdısa, süzgəçdən keçmiş məlumatı alırdısa, bu günləri sərbəst olaraq internetdə istənilən məlumatı əldə edə bilir. Ona görə demək istəyirəm ki, tək fərd olaraq yox, ümumiyyətlə cəmiyyət, internet harda inkişaf edirsə və inkişaf etməkdədirsə, onlar yeni bir, cəmiyyət özü yeni bir mənəvi, psixoloji duruma qədəm qoyur. Yəni, 1000 illər, 2000, 5000 illərdən bir informasiya partlayışı ortaya gəlir, cəmiyyət informasiya bolluğu ilə rastlaşır, onu tədricən həzm edir, uzun müddətdən sonra qərarlaşmış bir rejimə gəlir, insanın özünün də duyğu orqanları, yəni informasiyanı qəbul etmə orqanları, həm onu yadda saxlama orqanları, emal etmə və ona hazır olma səviyyəsi yavaş-yavaş
təkamül yolu ilə gəlib o vəziyyətə çıxır. Bu günləri biz belə deyək ki, o informasiya inqilabı, internet inqilabı ortadadır. Qəfildən informasiya püskürür. Bilirsiniz, hər yer informasiya püskürür. İnsan bu informasiya o bolluğunun qarşısında acizləşibdir. Ona görə bu günləri insanların mənəvi, psixoloji durumu keçid mərhələsindədir. Onun üçün də zaman-zaman o evolyusiya yolu ilə müəyyən bir vəziyyətə gəlib çıxacaqdır. Və təbii ki, həkimlər də psixologlar öz işlərini görməlidir. Bəli, çox sağ olun, hörmətli ekspertlərimiz və auditoriya və bizi izləyən tamaşaçılarımız ki, bir saatınızı bizə həsr ediniz. İnformasiya əsridir və texnologiyanın inkişaf etdiyi bir dövrdə hər hansı bir qadağalardan və nəzarətdən söhbət gedə bilməz. Bu, ən azı sivilizasiya və demokratiyanın əngəllənməsi deməkdir. Amma hər işdə niyyət vacib olduğu kimi bu işdə də niyyət çox vacibdir və inşallah hər kəs öz niyyətinə görə mənzilinə çatar. Gələn həftənin çərşənbə axşamına qədər hələlik.